düşüncə adamı, hansısa bir ziyalı, bəzən deyirlər də, bəzən deyirlər, xalqın sözünü deyir. Bu söz elə bir şeydir ki, bunu müəyyən eləmək bütövlükdə cəmiyyətin, xalqın işi deyil. Sözün söz xiridarı var. Sözü Mirzə Cəlil müəyyən eləyə bilər nədir? Sözü Əbdürrəhim bəy Haqverdiyev müəyyən eləyə bilər. Sözü deyək ki, Üzeyir bəy müəyyən eləyə bilər. Səsi Üzeyir bəy müəyyən eləyə bilər ki, bu səsdə cingilti var ya ki, melodiya var, gözəl bir melodiya. Bu səsi bu müəyyən eləyə bilər. Yəni, bu müəyyən eləyib, xalqa mal edə bilər, xalq onu həzm edə bilər, qəbul eləyə bilər. Ona görə də ürətici, istehsalçı, cəmiyyət deyil, istehsalçı, seçmə adamlardır, istedadlı adamlardır, ictimai adamlardır. Bunlar yazarlar, filosoflar, şairlər, yəni, cəmiyyətin aparıcı qüvvəsi aparıcı qüvvələr və çünki beyin üçün lazım olan materialı onlar yaradırlar. O faydalılığını göstərirlər, onu bütün cəmiyyət başlayır yeməyə, həzm eləməyə. Ona görə də düşüb insanların xoşuna gəlmək üçün, populizm üçün, bu hamının xoşuna gəlir, bunu desəm, bunu hamıdan yaxşı biz bacar, mən bacararam onu, rahatdır. Kiminsə xoşuna gəlmək üçün. Əsas odur ki, faydasız məsələləri xalqa sırmaqla, onu yanlış yola yönləndirməklə işlədiyin günahı anlayasan. Yəni, doğru nədirsə, bəli, cəmiyyətimizdə mənim də hamının yaşandı, müəyyən bir saxtakarlıq da var, müəyyən bir yalan da var, filan hamısı var. Amma bu biz yaşadığımız dünyanın reallığında bir baxın görün. Həmən demək, Amerikanın, Çinin, o birinin qarşısında bir dövlət nə cür durursa, biz də dövlətin içində həmən mövqedə dururuq da. Cəmiyyətə fayda vermək üçün hansı demək, qapı açıqdırsa, hansı fortuşqa, pəncərə, nəfəsliyi açıqdırsa, oradan bir səsini duyurmalısan. Bağlıdırsa, nə edə bilərsən? Qapı bağlıdırsa, nə edə bilər? Bir gözəl bir Belarus humoru vardı. Deyirdi ki, demək, qoyublar qapı, bir yazar yazmışdı, xatirimdənsə. Deyir, buna baxın, qapı qoyublar, üstündə yazıblar, giriş qadağandır. Divar höründə. Qapı niyə qoy? Qapı qoymusunuzsa, giriş qadağan oluna bilməz. Amma indi qapılar bağlı olanda nə etməlisən? Harada bir nəfəslik varsa, oradan faydalı olan sözü deməlisən. Cəmiyyətə faydalı olan istiqaməti göstərməlisən. Çünki sən istehsalçısan və bu düşüncə adamları istehsalçıdır. Amma indi düşüncə adamları hamısı istehlakçıya çevrilir.